Sual 62. 40 dərəcə Selsidə 50 ml suda X duzu həll edərək hazırlanan doymuş məhlulu 20 dərəcə Selsiyə soyutduqda neçə qram duz çökər? Birinci bu qrafiki anlamaq lazımdır dəyərli dostlar. Qrafik bizə nəyi göstərir? Qrafik bizə göstərir ki, 100 ml suda həll olan maddənin qramlarla miqdarını. Yəni 40 dərəcə Selsidə fikir verin 50 qram maddə həll olub, 20 dərəcə Selsidə isə 25 qram maddə həll olub. Onda belə çıxır ki, biz məhlulu 40 dərəcədən 20 dərəcədək soyutsaq, nə baş verəcək? Həll olan maddənin miqdarı 50-dən 25-ə düşəcək. Yəni 25 qram maddə çökəcək. Gəlin də onu tətbiq edək. Baxın, 100 qram su ilə hazırlanmış bu məhlulda, yəni 100 ml fərq yox, 100 ml 100 qram. 100 qramla hazırlanmış bu suda biz 40 dərəcədən 20 dərəcə soyutduqda 25 qram maddənin çöküşünü gördük. Bəs görəsən, bizə 50 ml su ver baxı. Bəs bu 50 ml suda, yəni 50 qram suda nə qədər çöküş müşahidə olunacaq? X, bilmirəm nə qədər. X da buradan bərabər olacaq 12.5. Sual 63. 40 dərəcə Selsiyə 20 ml suda X duzu həll edərək hazırlanan doymuş məhlulu 20 dərəcə Selsiyədəki soyutduqda neçə qram duz çökər? Bu qrafik bizə nəyi göstərir? 100 ml suda həll olan maddənin qramlarla miqdarı. Və biz görürük ki, 40 dərəcə Selsidə 100 ml suda 60 qram maddə həll olmuşdur. Əgər biz temperaturu 20 dərəcə Selsiyədək düşürtsək, 30 qram maddə həll olar. Belə çıxır ki, 30 qram maddə çökəcək. Yəni 100 ml suda hazırlanmış məhlulu 40-dan 20-yə əgər temperaturunu düşürtsək, nə baş verəcək? Deməli, 30 qram maddə çökmüş olacaq. İndi mənə deyir ki, 20 ml su. Baxın, suyumuz cəmi 20 ml-dir. Bəs su 20 ml olsaydı və onda da duz həll olsaydı, nə qədər maddə çökərdi? Buna bir X deyək. X da buradan bərabər olacaq, 6 qram maddə çökmüş olacaq. Sual 64. Bizə qəşəng bir qrafik verib və deyir ki, qrafikdə XY duzunun 100 ml suda həll olmasının temperaturdan asılılığı verilmişdir. 20 dərəcə Selsidə 200 ml suda 30 qram XY duzu həll edilmişdir. Bu məhlulu 20 dərəcə Selsiyədə doymuş hala gətirmək üçün, 20 dərəcə Selsiyədə daha doğrusu doymuş hala gətirmək üçün minimum neçə qram XY duzu əlavə etmək lazımdır. Dəyərli dostlar, verilmiş temperatura bir diqqət edək. Bu qrafik birinci bizə nəyi göstərir? 100 ml suda həll olan XY maddəsinin qramlarla miqdarını göstərir. Və fikir verin, bizə 20 dərəcə Selsi deyibdir. 20 dərəcə Selsidə mən görürəm ki, baxın, XY miqdarı 25 qramdır. Yəni, 20 dərəcə Selsidə deməli, hər 100 qram suda 25 qram XY maddəsi həll eləmək olar. Amma bizə 200 ml su veribdir. Tamam, onda 200 ml suda bəs nə qədər XY maddəsi həll olacaq? Bilmirəm. Bu bilmirəm də bərabər olacaq. Deməli, neçə olacaq? 50 qram duz həll olacaq. Fikir verin, bizə deyir ki, onun 30-unu həll eləmişəm. Bəs nə qədəri çatmır? Deməli, 50 qram həll eləyə bilərəm. Əgər 30-unu həll eləmişəmsə, onda daha 20 qram da çatmır. Yəni, maksimum 50 qram həll eləyə bilərəm. Bunun 30-unu həll eləmişəm. Belə çıxır ki, nədir? 30-unu həll eləmişəm. Daha 20 qram da mənə lazımdır ki, həll eləyim. Sual 65. 20 dərəcə Selsidə 800 qram doymuş məhlulu 50 dərəcə Selsiyəyə qədər qızdırılır. Almış məhlulu doymuş hala gətirmək üçün məhlula 50 qram X duzu həll edilərsə, Y-i hesablayın. Buxarlanmanı da deyir, nəzərə almayın. Baxaq, deməli, biz qrafikdə nələr görürük, dəyərli dostlar? Qrafikdə biz görürük ki, 20 dərəcə Selsidə, baxın, bu temperatura diqqət edin. 20 dərəcə Selsidə həll olma əmsalı 600-dür. Bu nə anlama gəlir? Yəni, o anlama gəlir ki, deməli, 1000 qram suda həll olub da 600 qram duz. Deyək ki, hansı bir duzda bilmirəm, hansısa bir duzdur. Duz həll olubdur. Onda bizim məhlulumuzun ümumi kütləsi nə qədər oldu dəyərlər? 1600 qram oldu bizim məhlul. Qısası, buradan belə bir nəticəyə gəlirəm. 1600 qramlıq məhlulda 20 dərəcə Selsidə 600 qram maddə həll olub. İndi mənə deyir, baxın 800 qram deyir. Tamam, bəs 800 qram məhlulda nə qədər maddə həll olub?
Buna 1x deyək. Bilmirəm. X də buradan bərabər olacaq 300. Aha, bu 300'ü tapdım. İndi fikir verin. Bizə nə deyir? Deyir ki, alınmış məhlulu doymuş hala gətirmək üçün 50 qram X tuzu əlavə edilərsə. Onda belə çıxır ki, deməli, fikir verin. Mən deməli, bu sonuncu tənasübümdən nə tapdım? 800 qramlıq bir məhlul idi. Burada həll olan miqdar, həll olan maddə 300 qram idi. Yerdə qalanda təbii ki, su idi. Yəni, 500 qramda nə var idi? Su var idi. Bu da duz idi. Deməli deyir ki, bunu doymuş hala gətirmək üçün 50 qramda X tuzu həll olunur. Tamam, üstünə gələm 50 qramda duz həll olunsun. Onda nə qədər eləyəcək? Həll olan maddəmin miqdarı elədi 350 qram. İndi mən nə etməliyəm? İndi mən 50 dərəcə Celsiusdə, bu proses bu arada 50 dərəcə Celsiusdə baş verib. 50 dərəcə Celsiusdə 50 qram əlavə eləməklə 350 qramlıq bir deməli, həll olan maddənin kütləsini 350 qrama çatdıra bilirəm. İndi biz nə etməliyik dəyərlər? Biz 50 dərəcə Celsiusdə həll olma əmsalını tapanda, baxın bu nöqtəni Y tapmış olacaq. Bizim də həll olma əmsalı KH bərabər idi. Həll olan maddənin kütləsi, yəni 350. Bölünsün həllici, yəni 500. Bunu da vururam, neçə vururam? Bunu da vururam 1000-ə. Belə bir şey eləyəcək dostlar. Bu da bərabər eləyəcək 700. Yəni bizim Y-imiz 700-ə bərabər oldu. Sual 66. Değerli dostlar, bizə deyir ki, 200 qram suda X maddəsi həll olunaraq 40 dərəcə Celsiusdə hazırlanan doymuş məhlulun kütləsi 250 qram olmuşsa, M-i hesablayın. Qrafik bizə nəyi göstərir? Qrafik bizə göstərir ki, 100 qram suda həll olan maddənin qramlarla miqdarı 40 dərəcə Celsiusdə. Deməli, baxın, əgər 200 qram suda X maddəsi həll olunaraq məhlulun kütləsi 250 qram olubsa, onda belə çıxır ki, bu 200 qram niyə 250 qramı? Yəni, baxın, 250 qram bu məhlul idi. Niyə bu qədər kütlə qalxdı? Çünki 200 qramlıq bir suyun üzərinə sən nə əlavə elədin? Sən əlavə elədin 50 qramlıq duz. Buna görə məhlulumuzun kütləsi artmış oldu. Deməli, yaxşı, əgər 200 qram 50 qram duzu həll edə bilirsə 40 dərəcə Celsiusdə, bəs görürsən qrafikdə göstərildiyi kimi, bu 100 qram su nə qədər duzu həll eləyəcək? M qram duzu həll eləyəcək. Baxın, tənasübümüz hazırdır. 200-ü həll eləyir 50 qram duzu. 100 qram susa həll eləyir M qram duzu. Təbii ki, deməli, M də bərabər olacaq buradan 25-ə. Sual 67. 20 dərəcə Celsiusdə suda hazırlanmış 800 qram doymuş X duzu məhluluna müəyyən miqdar həmin duzdan əlavə edilərək 50 dərəcə Celsiusdə qızdırılmışdır. Bu zaman əlavə edilən, dəyərli dostlar, sualın digər yarısı o birüzdədir. Deməli, sualın digər yarısı belə olur. Bu zaman əlavə edilən duz tam həll olmuş və sıxlığı 1,7 qram bölünsün mililitr olan doymuş məhlul alınmışdır. Alınan məhlulun həcmini mililitr ilə hesablayın, suyun buxarlamasını nəzərə almayın. Deməli, dostlar, biz birinci nə edəcəyik? Birinci baxacaq ki, baxın, həll olma əmsalı 600, 20 dərəcə Celsiusdə. 20 dərəcə Celsiusdə olan prosesləri gəlin izləyək. 20 dərəcə Celsiusdə bizə verilən nədir? Həll olma əmsalı 600-dür. Bu nə anlama gəlir? Bu o anlama gəlir ki, 1000 qram suda həll olunubdur 600 qram duz. Deyilmi? Yəni, bizim məhlulumuzun kütləsi olubdur 1600 qram. Bu bizim məhlulumuzun kütləsidir. Qısası, 20 dərəcə Celsiusdə hər 1600 qramlıq bir məhlulda nə varmış? 600 qram duz varmış, yerdə qalanda suymuş. İndi mənə 800 qram məhlul verir. Bəs görəsən, bu 800 qramlıq bir məhlulda nə qədər həll olan maddə var? Allah bilir, bilmirəm mən nə qədər. X. X da buradan bərabər olacaq, dəyərli dostlar, deməli 300-ə. Yəni, buradan mən nə tapdım? Mən tapdım ki, sən demə 20 dərəcə Celsiusdə 800 qramlıq bir məhlulun içərisində 300 qram nə varmış? Duz varmış. Yerdə qalan 500 qram da nəymiş? 500 qram da suymuş. Qısası, 20 dərəcə Celsiusdə deməli 1000 qram su 600 qram maddəni həll eləyir. Təbii ki, 500 qram suda 300 qram maddəni həll eləyəcək. İndi gələk, baxın, 50 dərəcə Celsiusdə olan prosesi izləyək. 50 dərəcə Celsiusdə olan proses necədir? Fikir verin, həll olma əmsalı 700-dür. Yəni, artıq 1000 qramlıq bir su 700 qramlıq bir duz həll edib. Dostlar, əgər 1000 qram 1000 qram su 700 qram bir duzu həll edə bilibsə, axı mənim 500 qram su varımdır.
Bəs onda 500 qramlıq bir su nə qədər duzu həll eləmiş olar? Buna bir y deyək. Y də buradan bərabər olacaq 350 qram. Fikir verin. Mənim ümumilikdə 800 qram məhlul varım idi. Bu da 20 dərəcə Selsidə idi. Daha maksimum duzu həll eləmişdi, dayanmışdı, oturmuşdu sakit yerində. Amma mən nə etdim? Mən bunu biraz da qızdırdım və əlavə duz həll edə bildim. Özdə nə qədər əlavə duz həll edə bildim dəyərli dostlar? Həll olan maddənin miqdarını 350-yə çatdıra bildim. Yəni artıq əvvəl 300 qram deməli duz idi, 500 qram su idi. İndi duz 300 yox, 350 qram duzdur. Baxın 350 qram duz susa yerində qalıb da. Elə 500 qram da su qalıbdı. Onda mənim məhlulumun kütləsi nə qədər oldu? 850 qram oldu. Baxın, ilkin miqdar 800 qram idi. Mən temperaturu 20-dən 50-yə qaldırdığımda həll olan maddə artıq biraz da daha da əlavə miqdar həll edə bildim və mənim məhlulumun kütləsi oldu 850 qram. İndi mənə bir də nə vermişdi? Deyir ki, məhlulumun sıxlığı da 1.7-dir. Baxın, M məhlul bərabərdir 850 qram. Sonra V məhlulun həcmi veribdir 1.7 qram bölünsün millilitr. Məndən nə istəyir? Mənə deyir ki, daha doğrusu Rho məhluldur. Bu V deyil, dəyərlər, Rho'dur bu. Rho məhlul bərabərdir. Deməli, 1.7 qram bölünsün millilitr. Məndən nə istəyir? V məhlulu istəyir. Yəni, məhlulun həcmi istəyir. Dostlar, mən də bilirəm ki, Rho bərabərdir M bölünsün V düsturundan. V bərabərdir M bölünsün Rho. M-in qiyməti 850. V-nin qiyməti 1.7. Bunu da bir-birinə şiddətli şəkildə böldükdə neçə eləyəcək? 500 eləyəcək. Eləyəcək 500. Sual 68. Bizə nə deyir? Deyir ki, müəyyən temperaturla maqnezium sulfatının suda dolmuş məhlulunun 252 qramında 12.4 mol oksigen atomu var. Həmin temperaturda maqnezium sulfatın həll olma əmsalını hesablayın, duzun hidrolizini nəzərə almayın. Bu məsələyə biz müxtəlif cür yanaşa bilərik. Çox maraqlı məsələ doğrudan da. Çox müxtəlif metodlarla yanaşa bilərik. Mən daha bəsit olsun deyə sadəcə tənasüblərlə işləyəcəm. Buna bir sistem tənliyi falan kimi də baxa bilərik. Sadəcə tənasüblərlə işləyəcəm. Məsələ necədir? Bizə nə verilmiş? Verilib ki, 252 qram məhlul. Bu bizim üçün məhluldur. Və məhlul da nədən ibarət olur? Məhlul ibarət olur duzdan, yəni həll olan maddədən, duzdan, bir də sudan. Bu iki şeydən ibarətdir. Bizə verilmiş duz nədir? Maqnezium sulfat. Maqnezium SO4. Verilmiş suda H2O. Bu iki maddədən ibarətdir. Gəlin belə deyək. Bizə verilmiş bu maqneziuma x qram deyək. Onda suyun miqdarı nə qədər olacaq? Yerdə qalan miqdar tabii ki, suyun miqdarı olacaq. Suyun da miqdarı olacaq 252 çıxılsın x. Birinə deməli x qram dedim. İkisi bir yerdə 252-ni verir deyə məhlulun ümumi həcmi 252-dir. Birinə x desəm, birinə 252 minus x deyəcəm. Bu bizim üçün qalsın yerində. İndi baxaq. Dəyərli dostlar, maqnezium sulfatının ml-i 120-dir. Dostlar, 120 qramlıq bir maqnezium sulfatda, baxın 4 mol, yəni 1 mol maqnezium sulfatda 4 mol oksigen atomu var. Yaxşı, bəs onda x qramlıq bir maqnezium sulfatda nə qədər oksigen atomu var, bilmirəm. Bu bilmirəm də bərabərdir dostlar. 4x bölünsün 120, yəni olacaq x bölünsün 30. Bizim əlimizdə x bölünsün 30 mol oksigen atomu, oksigen içərisini belə qaralayalım ki, sıfırdan fərqlənsin, oksigen atomu burada var. Keçək indi sudakı oksigen atomuna baxaq. Əgər bizə 1 mol, yəni 18 qramlıq bir su verilsəydi, o zaman burada 1 mol oksigen atomu olmuş olardı. H2O-da axı bir dənə oksigen atomu var. Amma indi mənə neçə qram verib? 252 minus x qram verib. Burada nə qədər oksigen atomu var? Mən nə bilim. Bu sual işarəsi. Sual işarəsi də buradan bərabərdir, dəyərli dostlar. Deməli, 252 minus x bölünsün 18. Bu qədər deməli mol oksigen atomunda harada varmış? Burada varmış, dəyərli dostlar. İndi bizə nə deyir? İkisində bir yerdə cəmi oksigen atomu nə qədərdir? 12.4 mol oksigen atomu var. Dostlar, yəni bu iki ədədi biz toplasaq 12.4 mol eləyəcək. Gəlin toplayaq. O ədədləri toplayıram. X bölünsün 30. Üzərinə gəlirəm. 252 minus x bölünsün 18
bərabərdir 12.4. Bu şəkildə eləyəcək. Deməli dostlar, buradan da x-imiz bərabər olacaq 72-yə. Aha, elhamdülillah tapdıq. Deməli, burada biz nə tapdıq? Biz tapdıq ki, 252 qramlıq bir məhlulda x bərabərmiş 72 qrama. X də nəyi verir, dəyərli dostlar? X də verir bizə maqnezium sulfatın kütləsini. Baxın, x qədərdir. Onu da belə çıxır ki, burada 72 qramlıq bir maqnezium SO4 var. Yerdə qalan hissəsi nədir? Yerdə qalan hissəsi də təbii ki, sudur. Biz də 252-dən 72 çıxanda qalır 180. Deməli, 180 qramda burada su var. Məndən nə istəyirdi? Məndən istəyirdi KH-ı. Yəni, həll olma əmsalını. Həll olma əmsalı nəyə bərabərdir? Həll olma əmsalı bərabərdir. Həll olan maddə, yəni 72 qram, bölünsün həll edici, yəni 180 qram. Bir də vurulsun 1000-ə. Bu şəkildə olacaq, dəyərli dostlar. Bu da eləyəcək 400. Sual 69. Bizə deyir ki, uyğunluğu müəyyənləyin. Müxtəlif sisli qarışıq, eyni sisli qarışıq verilibdir və sonra da 1-4-5 dənə də bizə qarışıq verilibdir. Təbaşir tozu və su. Təbaşir tozu ilə su, bu suda həll olmayan maddə təbaşir tozu deyə müxtəlif sisli qarışıqlara aid olacaq. Sonra maye, yağ və su. Bu da həmçinin müxtəlif sisli qarışığa aid olacaq. Səbəb çünki həll olmayan maddədir. Şəkər tozu və su. Bu eyni sisli qarışıqlara misal olacaq. Sonra metanol və su qarışığı, bu da eyni sisli qarışıqlara misal olacaq. Dəmir tozu ilə kükürt tozu da bunları da biz əgər fərqləndirə bilirmi? Təbii ki, fərqləndirə bilirik. Ona görə də bu da olacaq müxtəlif sisli qarışıq. Sual 70. Bizə 3 dənə qab veribdir və deyir ki, doymuş məhlullar, hamısı da doymuş məhlullardır, uyğunluğu müəyyən eləməliyik. Dostlar, yəqin ki, müxtəlif temperaturlardadır bu. Deməli, birinci qabda nə verilmiş? Birinci qabda verilibdir, baxın, birinci qabda olanı yazıram. Birinci qabda verilibdir, KH bərabər olacaq həll olan maddə, yəni 20 qram, bölünsün həll edici, yəni 200, vurulsun 1000. Birinci qabda olacaq, deməli, bunlar da iqtisadi edəcək, olacaq 100. Keçək ikinci qaba. İkinci qabda nə verilmiş? KH bərabərdir. Həll olan maddə, baxın, 20 qram verilibdir. Bölürəm bunu 50 millilitrlik bu suya, 50. Sonra da vururam bunu şiddətli bir şəkildə 1000-ə. Bu da eləyəcək, deməli, 400. Üçüncü qaba diqqət edirik. Üçüncü qabda nə verilmiş? 30 qram həll olan maddə verilib. KH bərabərdir 30. Sonra həll edici də verildi 200. Bunu da vururam 1000-ə. Bu da bərabər olacaq, dostlar, 150. Deməli, baxın, müxtəlif maddələr imiş bunlar. Deməli, müxtəlif miqdar sularda həll ediblər. Dostlar, birinciyə nə uyğun gəldi? Birinci qaba uyğun gəldi 100, yəni Y variantı. Sonra ikinci qaba nə uyğun gəldi? 400, yəni A variantı. Üçüncü qabımızda da uyğun gəldi 150, yəni D variantı. Sual 71. Uyğunluğu müəyyənləyin 3 qab verib bizə, həll olan maddə və həll edicilər verib bizə. Deməli, nə edəcəyik biz? Birinci qabda olan prosesə baxıram. Birinci qabda KH bərabərdir. Həll olan maddə 15 qram. Bölünsün, həll edici, yəni 200. Vurulsun 1000. Buradan olacaq, dəyərli dostlar, deməli, vurulsun 1000. Burada nə edəcəyik biz? Biz böləcəyik. Cavabımız olacaq 75. Birinci qabda 75. İkinci qabda 75 tanesi de A variantı. Yəni 1-ə A variantı uyğun gəldi. Sonra keçirik ikinciyə. İkincidə nə verib bizə? KH bərabərdir. Fikir verin, həll olan maddə 5-dir. Həll edici də 50-dir. Bunu vururam 1000-ə. Bu da eləyəcək 100. 100 arada göstərildi Y-də. 2-yə də deməli Y aiddir. Sonra üçüncüdə nə verib? Həll olan maddə 25 qram verib. KH bərabərdir. Həll olan maddə, yəni 25 qram. Bölünsün həll edici, yəni 500. Vurulsun 1000. Bu da nə eləyəcək, dostlar? Eləyəcək, deməli, 50. Bu da arada göstərilib, C-də göstərilib. Üçüncüyə də C uyğun gəlir. Sual 72. Bizə deyir ki, 20 dərəcə Celsiusdə 250 qram 20%li məhlulda 50 qram duz həll etməklə doymuş məhlul hazırlanır. Verilmiş temperaturda alınan məhlul üçün uyğunluğu müəyyən edin. Dostlar, 20 dərəcə Celsiusdə
nə baş veribdir? 250 qramlıq 20%li məhlul var. 250 qram əgər məhluldursa və bunun 20%-i əgər duzdursa, 250-nin 20%-ni tapıram, bu da eləyir 50 qram. 50 qram duzdur. Yerdə nə qalır? Yerdə qalır su. Təbii ki, onun 80%-i, yəni 250-nin 80%-i də sudur. Yəni 200 qram da burada su eləyir. İndi mənə nə deyir? Deyir ki, bura 50 qram da duz əlavə eləyir. Tamam, olsun. 50 qram da duz əlavə eləyir. Onda duzun miqdarı oldu 100 qram. Sonra məndən nə istəyir? Baxın, deyir ki, suyun kütləsi, duzun kütləsi. Suyun kütləsini tapdıq 200 qramdır. Yəni B-yə uyğun gəldi. Sonra duzun kütləsi axırda da aldıq ki 100 qramdır. O da A-ya uyğun gəldi. Sonra məndən nə istəyir? Birincdə deyir, duzun həll olma əmsalını tapın. Dəyərli dostlar, həll olma əmsalını tapmaq üçün, yəni KH-ı tapmaq üçün həll olan maddənin kütləsini, yəni gördüyünüz 100 qramı, çünki duz həll olmuşdu axı, bölürəm həll ediciyə, yəni 200-ə. Sonra da bunu şiddət şəkildə 1000-ə də vururam. Bu da eləyəcək, deməli, yenəcək. Bunlar bundan qısarsan 2 dəfə 1000-də 2 bölündə eləyəcək 500. Yəni doğru cavabımız Y. Bu da birinciyə uyğun gəlir. Dəyərli dostlar, diqqətinizə görə təşəkkürlər.